Hökumət müəllimləri palçıq eləyib yapışdırıb duvara. Və salam. Müəllimlərin hörmətini salıb aşağı. Uşaq da müəllimin üstünə qızar. Cürbəcür ailələr vardır müxtəlif. Eləsi var sıxıntı eləyir, eləsi var sərbəst buraxır. Müxtəlif ailələr var, bilmirəm axı nə baş verir ailənin daxilində. Uşaqlar telefonlarla çox oynayır. O telefonlarda çox nə deyim, tərbiyəsiz, əxlaqsız şeylər verilir. Uşaqlar onlara aid olur. Və ona görə tərbiyələri də pozulub. Böyük sözünə qulaq asmırlar. Və kiçik şeylərlə beyinlərini doldururlar da uşaqların. Məktəbin böyüyündə, müdiriyyətində. Mənim bacım da məktəbdə işləyir. Hamısı müdiriyyətdən asılıdır. Biz o vaxt oxuyanda bizi bantsız buraxmırdılar. İndi heç elə bir məktəbə getmirlər. Handa bir yerə gedirlər. Başsız qalın məktəblər. Gərək ailə bünövrəsi yaxşı qalxsın yuxarı, yoxsa belə heç cür mümkün deyil. Qıraqdan gələn, sənin dediyin, mənim dediyim ona heç nə. Birbaşa məsuliyyət valideynlərdə. Valideynlər üstündə olmalıdır uşaqların. Birinci növbədə valideynlər məsuliyyət daşıyır. İkinci növbədə cəmiyyət. Cəmiyyətdə də olmalıdır. El qınaq olmalıdır. Ailədə tərbiyə olmalıdır. Düzgün tərbiyə, düzgün yönəltməlidirlər və salam. Məncə bu psixoloji bir durumdur. Bu bir. İkincisi bu gadgetlar böyük rollar oynayır. İllah ki bu yeniyetmələrdə, uşaqlarda. Mən görürəm də, mənim nəvəmin 5 yaşı var. O lazımsız cizgiyə baxanda çox aqressiv olur. O transformerlərdir və böyüklər də həmçində yəni məktəb sonra mən çox oxumuşam. Bəzi oyunlar var ki, psixoloji durumunu polностью pozur. Uşağın pozur. Əgər yeniyetmədirsə, məsəl üçün, birinci sevgi ola bilər, çatmamazlıq ola bilər evdə. 15 yaşında qızın ərdə nə işi var? O gərək oxusun, ayaq üstə dursun, həyata başa düşsün. Yəni onun valideynləri çox belə fikirləşməyib eləyiblər. Hamısı milyoner olmaq istəyir, yaxşı həyat istəyir. Yəni çalışmaq istəmir, oxumaq istəmir. Xəyalların dalınca getmək istəmir. Kitab oxumur. O çox belə şeydir. Adam gərək özü-özündən işləsin. Və məncə valideynlər də yəni bərkəm durumdan asılıdır. Uşaqlarına belə lazımlı olan qədər vaxt ayırmırlar.